Salam, hər vaxtınız xeyir. Bugün biz kvadrat kök, həqiqi ədədlər mövzusuna baxırıq. Deməli, kvadratı A-ya bərabər olan ədədə A ədədinin kvadrat kökü deyilir. Yəni, məsələn, deyirəm ki, 25. 25 ədədinin hesabi kvadrat kökü kökdə 25 kimi göstərilir. Yəni, hesabi kvadrat kökü o deməkdir ki, sən sual verirsən ki, 25 nəyin kvadratısan? Yəni, nəyin kvadratısan bu yazını göstərir. Onda da deyirsən ki, cavab eləyir 5. Yəni, 25-dən nə çıxır? 5. Hesabi kvadrat kökü bir də deyirəm. O deməkdir ki, sən sual verirsən 25 nəyin kvadratıdır? Və cavab olaraq 5 olur. Yəni, hesabi kvadrat kök deyiləndə bizdən nəyin kvadratı olduğunu soruşurlar. Kökün altından hər zaman müsbət qiymət çıxır cüt dərəcədən. Məsələn, kök altında A-nı verir mənə hər hansı bir ədəddir. Deyir ki, A hər zaman böyükdür, bərabərdir 0. Yəni, 0-da olur və 0-dan müsbət qiymətlər sağa doğru 1, 2, 3, 4 və müsbət sonsuzluğa gedər. Yəni, kökün altında mənfi ədəd olmaz. Məsələn, mənfi 4 yazsınlar bura. Deyirsən ki, bunun həlli yoxdur. Amma müsbət 4 bəli. Deyirsən ki, 4-ün hesabi kvadrat kökü, yəni 4 nəyin kvadratıdır? 2-nin. Belə bir sualla biz bu misalın cavabını alırıq. Yəni, mənfi 4 kökün altında mənası yoxdur. Boş çoxluqdur. Bu ifadənin mənası yoxdur. Kökün altından hər zaman müsbət qiymət çıxır. İndi biz hələ ki 8-ci sinif üzrə qaydalar dediyimizə görə, yəni cüt dərəcədən bunlar cüt olurdu. Hələ ki yuxarı siniflərdə biz 9-cu sinifdə mənfilər haqqında danışacağıq tək dərəcədən, hələ ki cüt dərəcədən. Yəni, burada yazılmayan 2-dir. Ona görə soruşuruq ki, sən nəyin kvadratısan? 4 2-nin kvadratıdır. Bir sözlə, cüt dərəcədən kökün altında mənfinin mənası yoxdur, boş çoxluqdur. Müsbət hər zaman dediyimiz kimi kvadratını alırıq. Yəni, 4 nəyin kvadratıdır? 2-nin və yaxud da kök altında 36-nın hesabi kvadrat kökü 6-dır. Deməli, məsələn, deyir ki, kökün altında bir nümunə göstərək. Kökün altında 49 üstə gəl, kökün altında mənfi 2-nin kvadratı çıx kök altında 3-ün kvadratı. İndi biz bunu həll eləyək. Bilirik ki, kök altında 49-dan nə çıxır? 7 çıxır. Və biz bilirik ki, cüt dərəcə, baxın, bir də əvvəlcə mənfi 2-nin kvadratına baxaq, sonra kökə baxarıq. Cüt dərəcədən mənfi 2-nin kvadratı nəyi verir mənə? Müsbət 4-ü. Cüt mənfini udur. Yəni, bu kökün altında 4 deməkdir bu yazı. Gəlib açıqlama ilə yaza, birbaşa yazmayaq. Kök altında bu təmiz 4 deməkdir və çıxılsın. Kök altında 3-ün kvadratı nə deməkdir? Yəni, kök altında 3-ün kvadratı, bir dəqiqə, mən bunu kökün altında yazmışam. Onda bu yaxşı cavab alınmazaq, gəl bunu köksüz eləyək də burada. Çünki onda irrasional olar. İndi, eyni kökü bir-birinə vurduqda, gəlin burada yazaq. Kökdə 3-ü kökdə 3-ə vursam, nə olar? Təmiz 3. Ona görə yazıram bura 3. O da bərabər olacaq 7 üstə gəl. Kök altında 4-dən nə çıxır? 2, çıxılsın 3, 9-dan da 3 çıxırıq, cavab oldu 6. Bir də qeyd eləyək ki, burada xırda bir xassələri yazaq. Məsələn, kökün altında, əvvəl qaydalıq yazıram, A-nı kökün altında A-ya vuranda təmiz A-nın özü çıxır. Niyə görə? Məsələn, deyirəm ki, kök altında 5, vurulsun kök altında 5. Bu kökün altında elə 5 vur 5 deməkdir bir yerdə. Lap açıqlamayla yazıram. Yəni, 25 deməkdir, düzdür. Yenə də soruşuram, 25 nəyin kvadratısan? 5-in kvadratıdır. Yenə də misalda fikir verin, gəlib özü çıxdı mı? Çıxdı. Deməli, eyni ifadənin kökün altında bir-birinə vuranda biz misalın özünü götürürük. Yəni, kökün altında olan qiymətin özünü götürürük. Çünki yenidən başlanğıc olaraq qayıdırıq da əvvəlki alınan. Və ya bunu belə də yaza bilərik. Kök altında 5 vurulsun, kök altında 5-i yaza bilərsən ki, kök altında 5-in kvadratı. İndi bu 2 ilə də bu 2 dərəcə gedir, buradakı 2 ilə ixtisara gedir. Təmiz yenə 5 qalır burada. Bu belə. Gəlin, biraz bunlardan da danışaq. Yəni, kökün altında məsələn 4-ün kvadratı belə bir şey verib. Bunu yaza bilərsən ki, 4-ün kvadratı yəni 16, 16-dan 4 çıxır və ya belə yaza bilərsən. Kökün altında 4-ün kvadratı, bura 2-ci dərəcə olur, deyirəm, yazılmır da, oyunu biz bilməliyik. Bu ikilər bir-birinə bölünəndə təmiz 4-ün özü çıxır. Məsələn, 10-un kvadratı birbaşa, 2-lər getdi, cavab oldu 10. Məsələn, kökün altında B-nin kvadratı.
ya B-nin üstü 4 yazıram bura. 4 ilə buradakı 2 getdi, ixtisara getdi. Yəni içərini çölə bölürsən də, belə içərini çöldəki dərəcəyə bölürsən. Bu 4-ü, buradakına bölürsən. 4-ü böldüm 2-yə, təmiz cavab nə oldu? B-nin kvadratı. Bu formada davam eləyir. Gəlin indi həqiqi ədədlərdən danışaq. Həqiqi ədədlər. Deməli, yalnız işarəsinə görə fərqlənən ədədlərə əks ədədlər deyilir. Ümumiyyətlə, əks ədədlər nədir? Məsələn, deyirəm ki, həqiqi ədədlər bölməsinin içərisində başlayırıq birinci əks ədədlərdən. Məsələn, deyirəm 5-in əksi nədir? Deyirsən, -5. Bir sözlə, əksim, müsbət mənfi. Deyirəm, -4-ün əksi nədir? Deyirsən, müsbət 4. Əks deyəndə bir-birindən işarəsinə görə fərqlənir. Müsbət 10-un əksi nədir? -10. -4-ün əksi nədir? Müsbət 4. -7-nin əksi nədir? Müsbət 7. İşarəsinə görə fərqlənənlərə əks ədədlər deyirlər. Deməli, bir də ki, 0-ın əksi özüdür. Çünki 0-ın nə mənfisi var, nə müsbəti. Desək ki, 0-ın əksi nədir? 0-ın özü olur. Çünki sən deyə bilmərsən, axı, -0. Belə bir şey yoxdur. Düzdür? 0-ın əksi elə 0-a bərabərdir. Gəlin, başlayaq naturaldan. Naturalı bilirik ki, natural ədədlər 1-dən başlayır və müsbət sonsuzluğa qədər davam edir. Natural ədədlər 1-dən başlayır. Yəni, saya bildiyimiz ədədlərə deyirik. Natural ədədlər N hərfi ilə işarə olunur. İndi gəlirik tam ədədlərə. Tam ədədlər, deməli, mənfilər, -1, -2, -3, 0, sonra müsbət 2, 3, 4 və s. Yəni, həm mənfilər, həm müsbətlər və 0. Bunlar olur tam ədədlər. Yəni, burada adından göründüyü kimi ədədlər tam olmalıdır, kəsir olmamalıdır. Təsəvvürlə, ədəd oxunda ortada 0, düzdür? Sağındakı ədədləri natural götürürdük, düzdür? 1-dən başlayaraq. Amma tamda fərq nədir? Həm sağım, həm solum, həm də 0-ın özü olur tam ədədlər. Tam ədədlər də Z hərfi ilə işarə olunur. Biz Z hərfini görəndə başa düşməliyik ki, bu tam ədədlərdir. Misallarda bəzən yazırlar ki, məsələn, hər hansı bir ədəd, N ədədi daxildir Z-də. Demək istəyir ki, mənim sənə soruşduğum o N var, tam ədəd olsun. Yəni, sən Z olanda bilməlisən ki, səndən tam ədəd istəyir. Natural deyəndə, N yazanda bilməlisən ki, səndən natural istəyir. İndi gəlirik rasional ədədlərə. Rasional ədədlər, deməli, həm kəsr ədədlər, məsələn, naturallar özü, tamlar və bir də kəsr ədədlər. Məsələn, deyirəm ki, -1/3-də 2, 4-də 3, -1/9-da 7 və s. Yəni, həm müsbətlər, həm mənfilər, yəni tam ədədlərlə 5, 6, 0, -4, -7. Bunların hamısı bir yerdə nə adlanır? Rasional ədədlər adlanır. Rasional ədədlər Q hərfi ilə işarə olunur. Bir də deyirəm. Rasional ədədlər bilirsiniz nədir? Həm naturallar, yuxarıda öyrəndiklərimiz, həm tamlar, həm də kəsirlər, mənfilər. Görürsünüz hamısı bir yerdə. Baxın, naturallar, tamlar, tam həm də müsbətdir də, düzdür? Tamdır, naturaldır, kəsirdir. Bunların hamısı nədir? Rasional ədədlərdir. Rasional ədədlər Q hərfi ilə işarə olunur. Dövrdə deyə bilərik də burada. Məsələn, 1 tam, dövrdə 2, bu da olar. Bəli, bunlar oldu rasional ədədlər. Gəldik indi irrasional ədədlərə. İrrasional ədədlər kök altından çıxa bilməyənlər, kökün altından çıxa bilməyənlər. Kök altından çıxa bilməyən. Məsələn, bax, onu yazaq. Məsələn, deyirəm, kök altında 2. Kök altında 2. 2 nəyin kvadratıdır? Bilmirəm. Kök altında 7. Nəyin kvadratıdır? Bilmirik. Yəni, bu təmiz bir ədəd çıxartmır bizə. Ona görə deyirik, irrasionaldır. Və s. Bunu yazdıq. Kök altından çıxa bilməyənlər nədir? Onu bildik. Sonra, dövrü olmayan. Dövrü olmayan nədir? Yəni, təkrarlanmayan varsa orada, məsələn, deyirəm ki, 0 tam
Ne yazaq? 1, 0, 2, 3, 4, 5, 6, 7, 0, 3. Yəni fikir verin burada. Nəsə təkrarlanan bir şey görürsünüz. Yəni deyəm ki, mən onu dövrə salacağam. Dövrdə bilirik ki, 0-dan 3, 5, 3, 5, məsələn 3, 5 yazın nöqtələr. Bilirsən ki, dövrə düşən 35-dir, düzü? Təkrarlanan 35-dir də burada. Amma burada təkrarlanan bir rəqəmlər görürsünüz, mən görmürəm. Ona görə də biz buna deyirik ki, dövrü olmayanına deyirlər ki, irrasional ədədlərdir. Deməli, dövrü olmayanda olur irrasional ədədlər. Yəni, biz bunu dövrlə qarışdırmayaq. Bu da dövrdür. Xeyr. Buna bax, bu 1, 2, 2, 2 təkrarlanır. Bu dövrü olandır. Buna rasional deyirik. Amma bu dövrü olmayandır. Buna deyirik irrasional. Bir də burada pi ədədi sabit ədəddir. Təqribən qiyməti nədir? Pi-nin 3,14-dür. Bir də e ədədi, eksponensial ədəd. O da yuxarı siniflərdə öyrənəcək. Yəni, e ədədi, pi ədədi, sonra dövrü olmayan, kökün altından çıxa bilməyən ədədlərə deyirik ki, irrasional ədədlər. İrrasional ədədlər i hərfi ilə işarə olunur. Bir neçə nümunələrə baxaq. Rasionalla irrasionalı bir dənə ayıraq biz. Məsələn, deyir ki, kökdə 5 üstə gəl, kökdə 2. Mən bilirəm ki, burada kökdə 5 ilə kökdə 2-nin cəmi. Kökdə 5 də irrasionaldır, kökdə 2 də irrasionaldır. Ona görə bu nə olur? İrrasional. Yəni, bizdən soruşarda aşağıdakilərdən hansı rasionaldır və ya irrasionaldır. İndi, məsələn, deyirəm ki, kökdə 3 üstə gəl, mənfi kökdə 3. Biz bilirik ki, müsbət mənfi, yəni əks ədədlərin cəmi 0-dır. Bir-birini apardı, düzdür? 0 oldu. 0 nədir? Rasionaldır. Çünki 0-ın kvadratı 0-dır da. Sonra, məsələn, kökdə 3 çıxılsın kökdə 2. Bu nədir? İrrasionaldır. Ona görə ki, kökdə 3 də irrasionaldır. Heç nəyin kvadratı deyil. Kökdə 2 də. Ona görə də bu olur irrasional. Və ya deyirəm kökdə 7 çıxılsın 5. Bu da irrasionaldır. Ona görə ki, kökdə 7 nəyin kvadratıdır bilmirəm. 5-dəki təmiz ədəddir. Bu nədir? İrrasionaldır. Sonra, amma deyirəm kökdə 10 bölünsün kökdə 10. Bu nədir? Bir-birini apardı. Bir təmiz rasionaldır. Bir neçə nümunələrə baxaq, tam aydın olsun. Məsələn, deyirəm, kökdə 3 vurulsun kökdə 7. Bu kökdə nə eləyir? 21 eləyir. Kökdə 21 nədir? İrrasionaldır. Bura i yazıram qısa olaraq, çox vaxt getməsin. Sonra, kökdə 3 vurulsun kökdə 12. Kökdə 12-ni kökdə 3-ə vuranda bir yerdə kökdə 36 eləyir. Buradan 6 çıxır. Deyirəm ki, onda rasionaldır. Rasional nə ilə işarə olunur? Q ilə. Yəni, qısa olaraq yazdım da, rasional bir də yazmadım. Gəlin bir neçə xassələrə baxaq burada ümumiyyətlə əlavə olaraq. Məsələn, deyirəm ki, kök altında 2, üstə gəl, kök altında 2. Bunlara bir baxaq da, elə bir ki, burada yazılmayan birlər var da, düzdür? Bir dənə kökdə 2, bir dənə kökdə 2. Nə qədər oldu? 2 dənə kökdə 2. Təsəvvür edin x-dır. Deyirəm, x-in üstünə x gəlir, nə olur? 2x. Bu da onun kimi bir şeydir. Sonra, kökdə 2, üstə gəl, 4 kökdə 2. Əmsallarına baxın. Baxın, kökdəkiləri eyni olduğuna görə, əmsallarına baxın. 4 dənə kökdə 2-nin üzərinə bir dənə kökdə 2 gələndə 5 dənə kökdə 2 eləyir. Sonra, 3 kökdə 7, üstə gəl, 4 kökdə 7. Əmsallarına baxın, 3 dənə kökdə 7-nin üzərinə 4 dənə kökdə 7 gələndə 7 dənə kökdə 7 eləyir. 10 kökdə 3 çıxılsın 4 kökdə 3. 10 dənədən 4-ü getdi 6 kökdə 3. 8 kökdə 5 üstə gəl kökdə 5. 8 dənə kökdə 5-in üzərindən 1 kökdə 5 gələndə 9 kökdə 5 eləyir. Gəlin də hasillərə baxaq. Məsələn, deyirəm kökdə 7 vur kökdə 7. Biz əvvəldə demişdik ki, eyni kök bir-birinə vurulan təmiz özü çıxır. Yaxşı, birdən deyirəm ki, kökdə 7 vurulsun 2 kökdə 7. Onda nə edəcəm? Bu 2 var, 2 dayanır qarşıda. Buna işimiz yoxdur. Eyni köklər bir-birinə vurulanı dedik ki, təmiz 7 çıxır. Bəli. Onda yazıram 2 vurulsun 7, təmiz cavab elədi 14. Məsələn, kökdə 3 vurulsun 5 kökdə 3. 5 ilə bizim işimiz yoxdur. 5 dayanır qarşıda. Kökdə 3, kökdə 3-ə vurulanda təmiz bir 3-ümüz çıxır, olur 15. Yaxşı, birdən belə oldu. 2 kökdə 5 vurulsun 4 kökdə 5. Baxın, kənarda dayanan bu ədədlər bir-birinə vururam, ayrı-ayrı. 2-ni vurdum 4-ü nə eləyir? 8. Onu yazdım bura, 8. Eyni köklər bir-birinə vurulanda təmiz özü çıxır. Təmiz 5 oldu. 8, 5-im 40.
2 kökdə 3-ü vuraq 2 kökdə 3-ə. Yenə kənarda dayanan bu tamlar var. Onları ayrı vururam. 2-ni vurdum 2-yə nə elədi? 4-ü yazıram bura. Yazdım. Eyni köklər bir-birinə vurulanda təmiz 3, yəni 12. Bunu bəzən belə də yazırlar. Eyni sözdür də bu, bax. 2 kökdə 3-ü 2 kökdə 3-ə vurmaq, yəni kvadratı da yazırlar. Bu nə deməkdir? Həmin söz deyil ki, bu. 2 dəfə yazmaq. Məsələn, deyirəm ki, 5-in kvadratı. Sən 5-in kvadratını tapmaq üçün nə deyirsən? Deyirsən ki, 5-in kvadratını tapanda 5-i vururam 5-ə, tapıram da 25. Bu da 2 kökdə 3-ün kvadratı nə deməkdir? 2 dəfə bir-birinə vurdum, cavabını aldım. Sonra biraz da əlavə yazam. Məsələn, kökdə 8 vurulsun 2 kökdə 8. Nə deməkdir? 2 dayandı qarşıda. Eyni köklər bir-birinə vuruldu, oldu. 2 8-im 16. Yaxşı, birdən eyni kök olmadı. Məsələn, 3 kökdə 2 vurulsun 4 kökdə 5. Olsun. Yenə kənarda dayanan bu tam ədədlər var. Onlar bir-birinə vurulur. 4 üçün neçə eləyir? 12-ni yazdım burada. Kökdə 2-ni kökdə 5-ə vuranda kökdə 10 eləyir. 12 kökdə 10. Məsələn, kökdə 3 vurulsun kökdə 2. Eyni kökün altına yazsam bunları nə deməkdir? Kökdə 6 deməkdir. İndi çıxmır da irrasionaldır, düzdür? Kökdə 7 vur kökdə 8. 7 8-im kökdə 56. Düzdür? Bu da belə qalır, irrasional. Sonra gəlirik ədədin modulu mütləq qiyməti. Ədədin modulu, yəni mütləq qiyməti eyni sözdür, modulla mütləq qiymət. Ədədin modulu hər zaman müsbət olur, belə yazılır. Modulda A. Moduldan hər zaman müsbət çıxır. Məsələn, deyirəm ki, modulda 3, modulun 3-ü təmiz 3. Modulda mənfi 3, yenə də 3. Yəni, modulun içərisindən hər zaman müsbət çıxır. Bir sözlə, modulun daxilində mənfi olanda mənfini udur. Hər zaman müsbət çıxır. İndi məsələn, yazaq ki, misal edək. Tutaq ki, yazıram modulda mənfi 2, üstə gəl. Modulda 4, çıxılsın, modulda mənfi 7. İndi mən modullarını çıxardanda bilirəm ki, bax, burada nə çıxır? Təmiz 2. Bu onsuz da 4 çıxır, əvvəl çıxarılan versiyasını yazım. Buradan da nə çıxır? Təmiz 7. Mənfini uddu. İndi aparıb yerləşdirirəm. Bərabər yazdım. 2-ni yazdım, üstə gəl. 4-ü yazdım. Çıxılsın, bu misalın öz çıxmağıdır ha, buradakı. Bax, çıxılsın odur, yazdım bura. 7-nin özünü yazıram bura. 2-nin üstünə 4 gəldim. 6, 6-dan 7 çıxdım, mənfi 1. Bu mənfi 1 mənim cavabımdır. Moduldan mənfi çıxmaq söhbəti deyil bu. Modulda mən müsbətləri çıxartmışam. Alınan ifadənin qiyməti oldu, cavabı nə oldu? Mənfi 1 də o hesab işitdə nə çıxarsa çıxacaq. Sonra 2 nöqtə arasında məsafəyə baxaq. 2 nöqtə arasında məsafə tapmaq üçün ədəd oxunda, məsələn, bu A nöqtəsidir. A nöqtəsi olsun, nə olsun? Tutaq ki, 5. B nöqtəsi olsun, 7 koordinatları. İndi məndən AB 2 nöqtə arasında məsafəni soruşanda sondan çıxırsan əvvəli. Son nədir? B. 7-dən çıxırsan 5-i bərabərdir 2. Sonra deməli bir misallara baxaq. Burada bəzi misallar var. Məsələn, deyir ki, ədəd oxu üzərində A 3 nöqtəsindən beş vahid məsafədə olan nöqtələrin koordinatları cəmini tapın. Koordinatları cəmini tapın. İndi ədəd oxunda 3 nöqtəsindən 5 vahid məsafədir. 5 vahid məsafə deyəndə bu A-nın 3-ünü qeyd elədim burada, düzdür? 5 vahid məsafə bilmirəm axı, sağım da var, solum da var. Deməli, sən 2 dəfə yazmalısan. Bir dəfə 3-ün üzərindən 5 gələcəksən, sağa baxasan 8. Bir dəfə də sola baxacam. Solunda çıxmaqdır. 3-dən 5 çıxırsan, mənfi 2. İndi deyir ki, koordinatların cəmini tapın. Koordinatlarımın biri mənfi 2-dir, biri 8-dir. Cəmləyəndə oldu cavab nə? 6. Yəni, sənə deyəndə ki, 5 vahid məsafədə, məsələn, məsafəni verir, demir sağ, demir sol, onda hər ikisini tapmalısan. Bir dəfə toplayacaqsan, bir dəfə çıxacaqsan. Amma biri var deyək ki,
5 vahid sağda. Onda bilirsən ki, elə 8-i soruşur səndən. 5 vahid solda. Deməli məndən mənfi 2-ni soruşur. Amma nə sağ, nə sol demirsə, deməli sən hər ikisini tapmalısan. Soruşa bilər ki, koordinatlarını deyin, deyərəm mənfi 2 və 8. Burada cəmin soruşdu, mən cəmlədim. Deyər hasilini taparam. Yəni əlimdə cavablarım olandan sonra nə soruşsa tapa bilərəm. Bu belə. Sonra gedirik, deməli y bərabərdir. Təqribi qiymət çıxartma. Təqribi kvadrat köküdür, yəni sonra funksiyanı danışaq. Təqribi kvadrat kök. Təqribi kvadrat. Məsələn, deyir ki, kök altında 2-dən təqribən mənə qiymət çıxart. Kök altında 2 nə deməkdir? Yəni başlayırıq 1-dən. 1-in kvadratı nədir? Burada ikinci dərəcə var, ona görə kvadratdan gedirəm. 1. 2-nin kvadratı 4. Bu 2 var, bu verilən bu 2. Harada yerləşir? Bu yerləşən hissə 1 ilə 4-ün arasında yerləşir ki, düzdür? Yerləşirsə tam hissələr nədir? Tam hissə bu tərəf baxırsan. 1 ilə 2-nin arasında yerləşir. Bunun tam hissəsi 1 ilə 2-nin arasında yerləşir. Yəni gəlin belə bir fikirləşək. Biz birinci 10-dan, ümumiyyətlə 1-dən 10-a qədər onsuz da aşağı sinifdən bilirik kvadratları. 10-dan 30-a qədər kvadratları bilməliyəm. 11-in kvadratı neçə eləyir? 121. 12-nin kvadratı ta 30-a qədər əzbər bilməliyəm. İndi mən düşünməliyəm ki, 1 ilə 2-nin arasında hansı ədədin kvadratıdır ki, 2-yə yaxındır. Əvvəl gəl normal gedək, başlayaq 1 ilə 2-nin arasında. Məsələn, 10-un kvadratı 100. Baxın, o 2 ilə başlayır. 11-in kvadratı 121. 12-nin kvadratı 144. Bu hələ 200 təsəvvür edin. 13-ün kvadratı 169. 14-ün kvadratı 196. 15-in kvadratı 225. Artıq 2-ni aşır. Bu 14-ün kvadratı, yəni 1,4-ün kvadratı belə. Təqribi kvadrat. Yəni bu dəqiq deyil, təqribi olduğuna görə. Yəni 1,4-ün kvadratı yüksəlt, 1,96 eləyir. Təqribən gəlib çıxdım 2-yə yuvarlaq eləyəndə bax. 1,96-lar. Yuvarlaq elə 9 1-i artırdı 2 elədi. Yəni bir sözlə sən tapanda, indi bundan çox yazsam burada tam aydın olacaq. Sən deməli başlayırsan kvadratları yazmağa. 1-in kvadratı, 2-nin kvadratı gedirsən. Görürsən bu 2 harada yerləşir? Bax bu cavab yerdir. 1 ilə 4-ün arasında 2-ni yerləşdi. Tapdım ki, burada dayanmalıyam artıq. 2 burada yerləşir, tam hissəsi 1 ilə 2-nin arasında yerləşir. 1 ilə 2-nin arasında gedirsən kvadratlara. 10-dan 1 ilə 2-nin arasında kvadratlara 10-dan gedirsən 11, 12, 13, 14, 20-də dayanırsan, düzdür? Gəldik, çıxdıq 13-ün kvadratı 169, 14-ün kvadratı 196. Artıq 200-ə çatırmı? Çatır. Deməli 1,4-dür. Gəlin başqasına baxaq. Məsələn, kökdə 5-in təqribi qiymətinə. Gəlin yazaq. 1-in kvadratı 1, 2-nin kvadratı 4, 3-ün kvadratı 9. Bu verilən 5 var. Bu 5. Harada yerləşir? Bu aralıqda yerləşir. Düzdür? Bu aralıqda yerləşirsə tam hissəsi 2 ilə 3-ün arasındadır. Gedirəm onda 2 ilə 3-ün arasında qiymətlər. Yəni 20 ilə 30-un arasında qiymətlərə baxacam. Kvadratlara baxacam. 20-nin kvadratı 400-dür. Hələ çatmayıb. 21-in kvadratı 441. 22-nin kvadratı 484. 23-ün kvadratı 529. Burada 529, yəni 500-ü aşıb 2,3 də deyə bilərik. 2,2 də deyə bilərik burada. Yəni 484,184-ü yuvarlaq eləyəndə gəlib çıxırdı 5-ə. Yəni çox vaxt kitablarda 2,3 götürürlər. Yəni fikir verin, 529-u da mən yuvarlaqlaşdırsam, 5,29-u. Bu yenə də 5-i verməyəcək mənə. Qalanlar 0,0. Ona görə təqribi qiymət oldu 2,3. 2,3-ün kvadratı 5,129 eləyir. O da təqribən 5-i verir də mənə. Bəli, ona görə də təqribi qiymət oldu 2,3. Məsələn, gəlin kökdə 10-u çıxadaq. Kökdə 10. Bir dənə də burada ipucu verək ki, kökdə 10, ondan əvvəl nə var? Kökdə 9 vardı, düzdür? Bu 3 deməkdir. Kökdə 10 da 3 tam nə qədər olacaqdır? 3 tam 10 da 1 və təqribən yaza bilərsən. Görürsünüz, bu ipucu verir bizə. Kökdə 10 deməli harada yerləşir? 1-in kvadratı açıqlamaya görə yazıram belə. 2-in kvadratı 4, 3-ün kvadratı 9, 4-ün kvadratı 16. İndi bax, bu kökdə 10 var. 10 harada yerləşir? 9-dan 16-ın arasında. Deməli, bu 3-dən 4-ün arasında yerləşir. 3-dən 4-ün arasında. Tam hissəsi 3 və 4 arasında yerləşir. Amma bizdən qiymət istəyir. Təqribi qiymət istəyirsə, onda 3-dən 4-ün arasında qiymətlərə baxmalıyam. Onda 30-un kvadratı, 31-in kvadratı nə eləyir? 961. Bir də 32-in kvadratına baxaq. 1024.
Bu hardasa gəlib çıxacaq 3,1 təqribən bax. 9,61 yuvarlaq eləyəndə gəlib 10-a çıxır da, bəli. Onda bunun təqribi qiyməti 3,1. Yəni bunun tam hissəsi 3,1-in tam hissəsi nədir? 3-dür. Hansı ədədlər arasında yerləşir desələr ki, kökdə 10, deyəsən ki, 3 və 4-ün arasında yerləşir. Orada yerləşir də, baxın, 3 və 4-ün arasında yerləşir tam hissəsi. 3 və 4. Bir dənə görsü variantlarda belə yazır. Hansı iki tam ədəd arasında yerləşir? Deyəsən 3 və 4. Həqiqətən elədir də. Və yaxud da təqribi qiymətini istəyir 3,1 və yaxud da tam hissəsini istəyir. Tam hissəsi nədir? 3-dür. Çünki 3,1 təqribi qiymət çıxırsa, tam hissəsi ilk gələn cavabdır da. Baxın, 3 və 4-ün arasında yerləşirsə, tam hissəsi bunun 3-dür. Məsələn, bu kökdə 5, 2 ilə 3-ün arasında yerləşirsə, tam hissəsi 2-dir. Bunlar belə gedir. Bu bizim təqribi qiymət çıxartmamız idi. İndi gəlirik. Y bərabərdir x kvadrat funksiyası. X kvadratı funksiyası buna deyirlər parabola. Y oxuna nəzərən simmetrik olur. Baxın, qrafiki budur. Mən bu qrafiki görən kimi bilməliyəm ki, y bərabərdir x kvadratının qrafikidir. Deyir ki, burada əslində bu x kvadratında bu əmsal var, bu əmsal. Burada a var, ümumi formulu a ilə yazılır da, a orada əmsaldır. Yəni y bərabərdir ax kvadratdır bu. Yəni burada 2 dayanlar, 3 dayanlar, 5 dayanlar fərqi yoxdur. Yəni deyir ki, a sıfırdan böyük olanda, a müsbət olanda parabolanın qolları üzü yuxarı olur. Baxın, belə olur. Üzü yuxarı. Bu a sıfırdan böyük olanda. Amma deyir y bərabərdir ax kvadratda. Əgər mənim a-m burada mənfidirsə, a-nın yerinə mənfi ədəd dayanırsa, onda parabolanın qolları üzü aşağı olacaq. Baxın belə. Görürsünüz? Məsələn, çox qiymət demək olar. Məsələn, deyirəm y bərabərdir 3x kvadrat. Y bərabərdir 7x kvadrat. Kəsir də olar. 2-də 1x kvadrat. Görürsünüz, müsbətdir a-ları. Deməli, parabolanın qolu üzü yuxarı olacaq. Amma mənfidirsə, məsələn, deyə bilərəm mənfi x kvadratın özü. Y bərabərdir mənfi 5x kvadrat. Yəni, a-mız mənfidirsə, parabolanın qolları nə olmalıdır? Üzü aşağı bu şəkil olmalıdır. Amma a müsbət olanda parabola üzü yuxarı olacaq. Və bu hansı rüblərdir? Rübləri tanıyırıq da biz. Bura birinci rüb, bura ikinci rüb, bura 3, bura 4. Harada yerləşir? Birinci və ikinci rübdə yerləşir. Bəs mənfi olanda harada yerləşir? Üçüncü və dördüncü rüb. Bura nədir? Rüblərin yazaq. Baxın, mənfi olanda harada yerləşir? 3-dən 4-də. Müsbət olanda harada yerləşir? 1-dən 2-də. Baxın, sadə bir sualdır. Verə bilər ki, y bərabərdir. Məsələn, 7x kvadrat. Hansı rübdə yerləşir? Sən bilirsən ki, a müsbət olanda parabolanın qolları üzü yuxarıdır və 1 və 2-ci rübdə yerləşir. 1 və 2-də yerləşir. A mənfi olanda harada yerləşir? 3-dən 4-də. Yəni, şəkil çəkəndən sonra təyin edə bilirsən də harada yerləşir. Düzdür? Belə. Bu mövzu bitdi. İndi gedirik hansı mövzuya? Kök altında x funksiyasına. Y bərabərdir kök altında x funksiyası. Onun da qrafiki budur. Birinci rübdə yerləşir. Baxın. Sizdən kök altı x-in qrafikini istəyəndə bunu göstərməlisiniz. Harada yerləşir? Əlbəttə ki, birinci rübdə yerləşir. Yaxşı. Gələk indi biraz xassələrə, kvadrat köklərlə bağlı. Məsələn, nümunələrə baxaq bir dənə. Deyir ki, kök altında 27 vurulsun kök altında 3 üstə gəl %25. Həll eləmək üçün bu kökdə 27 kökdə 3-ə vuranı kökdə 81 eləyir. Düzdür, addım-addım yazıram. Bunları köçürdüm bura. Sonra başlayırım hər birindən kök almağa. 81 nəyin kvadratıdır? 9-un. %25 onda 5-in. Yəni 9 tam onda 5. Sadə bunlar hesablamalardır. Yaxşı, gəldik indi şərt daxil olan misallara. Qüvvətin kvadrat kökü. Qüvvətin kvadrat kökü. Qüvvətin kvadrat kökü. Deməli deyir ki, kökün altında
A-nın kvadratı. Dediyi bu ikilər gedir, bölünür. Nə qalır? A. Sən onu modulda çıxartmazsın. Bax, diqqətli ol burada. Deyək ki, bura nədir? 2. Burada da 2 var da. Bunlar bir-birinə bölünəndə tək A qalır. Deyir, əgər A-nın üstündən tək qiymət 1 qalır, axı bir təkdir də. Tək qalırsa, sən onu modulda yazmalısan. Bir növ düşün ki, tək qalıb da, yəni təki mən mühafizə eləyirəm. Lor dildə desək. Yəni mən qüvvəti tək görsəm, modulda çıxartmalıyam. Çünki mən bilmirəm axı A-nın işarəsi nədir. Mənə şərt verəcəklər. Bəlkə A mənfidir, onda mənfilər tək dərəcədən mənfi çıxır axı. Müsbətlər də müsbətdir. Ona görə də tək olanda, burada 3 də qala bilər. Yazacağım indi 3 qalan hissəsini. Sən onu modulda çıxartmalısın. Məsələn, deyirəm A üstü 6. İndi hər birinin üstlərini 2-yə böləndə A-nın üstü 3 olur. Axı 3 təkdir, modulda çıxartmalısan. Məsələn, A-nın üstündə deyək başqa nə? 15. Üstü təkdir. Yox, 2-yə bölünmür axı bu. 14 olsun. 14-ün yarısı 7. A-nın üstü 7 tək olduğuna görə modulda yazdım. Bu belə. İndi qeyd yazır. Amma cüt dərəcə ehtiyacı yoxdur. Cütdə deyirəm ki, A-nın üstü 4. Üstü 2-yə bölündə A kvadrat. Mən bunu niyə modulda yazım ki? Yazmıram. Cütü yazmırsan modula. Niyə? Cüt deyir ki, sən onsuz da mənə mənfi də versən, mənfinin kvadratı da müsbət eləyirsən. Niyə narahat olursan deyir məndən? Mən onsuz da deyir mənfini uduram da. Ona görə cüt dərəcəyə modul atmırsan. Sən həll eləyəndən sonra sənin üst qüvvətin cüt alınırsa, modula atmırsan. Bunu yadda saxla. İndi qeyd yazıram bura. Verilən şərt, sənə şərt verəcəklər. Verilən şərt modula aid olur. Modulsuza yox. Modula aid olur. Məsələn, deyir ki, tutaq ki, kök altında A-nın kvadratı verib. Deyir, A sıfırdan kiçik olarsa sadələşdirin. Sadələşdirin. Yerləşdirək. Sadələşdirək. Yaxşı, indi mən birinci bunu həll eləyim. A-nın kvadratı nədir? Kök altında A-nın kvadratına nə çıxır? Modulda A çıxdı, düzdür? İndi deyir ki, A-ya mənfi ver. İndi özü mənə şərt daxil eləyib. Onda mən cavab nə yazmalıyam? Mənfi A. Axı şərt daxil eləyib. Birdən desəydi ki, bax ikinci sualı. A böyükdür 0 olanda həll elə. Deyəcəkdim ki, modul A çıxır. Bundan da təmiz A. Əgər mənə böyükdür 0 versə, müsbət çıxadıram cavabı. Kiçikdir 0 versə, deyir mənfi çıxartdı. Özü istəyir axı. Mən də mənfini yazdım bura. Başqa bir misal yazıram. Misal yazaq. Baxın, şərt modula aiddir. Nədir? Məsələn, deyir kök altında A-nın kvadratı. Üstə gəl 7A. Düzdür? Deyir, A sıfırdan kiçik olarsa sadələşdirin. Bax, burada diqqətli olun ha. Görün, mən o mənfini hansına yazıram. Əvvəl sadələşdirək. Bilirik ki, kök altında A kvadratından modulda A-nı çıxartdım. Əvvəl çıxardırsan səliqəli. Üstə gəl 7A. Mənə şərt verib bu. Mənfi çıxart. O hansına aiddir? Verilən şərt yuxarıda yazdım modula aiddir. Buna yox ha. Buna vurmayacaqsan o mənfini. Bax, şərtə bax. Sözə bax, deyir, verilən şərt modula aiddir. Sənə nə şərt veribsə, o şərtin harada modul var, onlara aid eləyəcəksən. Buna yox. İndi yazıram. Deyir, mənfi çıxart. Deyirəm, yaxşı. O modul A-dan mənfini çıxartdım. Üstə gəl, bu 7A ilə işin olmasın. Bu A-ya mənfi vermə. Çünki o modulda deyil. 7A-dan biri getdi, cavab oldu nə? 6A. Gör, nə gözəl bir sualdır bu. Bildikdə, bura aid etmədik. Çünki orada modul yoxdur. Yaxşı, birdən misalı başqa versiyada versə, necə versə. Deyir ki, məsələn, 2 kiçikdir x, kiçikdir 5 aralığında verib. Kök altında x kvadrat çıx 2x, üstə gəl 1. 5-in kvadratı. Deyir ki, sadələşdirin. Yaxşı, birinci sən neynəməlisən? Sən bunu 7-ci sirdən tanıyırsan ki, müxtəsər vurma düsturunun açılışıdır. Birinci onu səliqəyə salacaqsan, onu bağlayacaqsan. Deməli, kökün altında yazıram, bərabərdir. Bu nədir? X çıxılsın 1-in kvadratıdır, düzdür? Bəli. Üstə gəl. Bu da eyni zamanda yazıram bunu. Olduğu kimi. İndi biz demişdik ki, bayaqları bu ikilər bir-birini aparır. Bayaqları bir dənə x idi. İndi burada ifadədə nə fərqi var? Yenə də ümumi üstünə bax, bu ikilər getdi. Eyni zamanda getdi və nə yazıram? Modulda çıxadıram. Çünki tək qalır.
Bunu çıxartdım modulda. Niyə modulda çıxartdım? Çünki 2-2-yə böləndə 1 qalır. Burada qüvvət tək olanda modulda çıxardırıq. İndi diqqətli olmalısan. Sənə x-i verib neçədir? X nədir? 2 ilə 5-in arasında bir dənə x-a qiymət verək. Məsələn, 3 verək, 4 verək, fərqi yoxdur. Məsələn, 3-ü seçim eləyək, 3-lə yoxlayaq. Bax, 3-dən 1 çıxanda, bax, 3-ü qoy yerinə. 3-dən 1 çıxanda nə olur? 2. Müsbətdir? Bəli, müsbətdir. 3-dən 5 çıxanda nə olur? Mənfi. Deməli, bu mənfidir. Deməli, yadda saxlayırsan. Əgər modulu yoxlayanda sənin cavabın müsbətdirsə, modul olduğu kimi qalır. Sənin cavabın mənfidirsə, onda modulun işarəsi dəyişir. Yəni, yerin dəyiş. 5 çıx 2 çıxaracaqsan buradan. İndi gör nə yazıram. Birinci müsbətdir, əl vurmadım. Olduğu kimi çıxartdım. İkincini gör necə çıxadıram. Buna bax. Yerini dəyişdim. Niyə? Çünki modul nə demişdi? Demişdi ki, mən mənfi çıxmıram. Mən uduram mənfini, müsbət çıxadıram. Sən də yoxladın ki, bu mənfidir. Axı mənfidir. Sən olduğu kimi çıxarsan, belə çıxır ki, modulda mənfi çıxadırsan? Yox, olmaz. Deməli, dəyişməlisən. 5-dən çıxmalısan x-i. Böyükdən kiçik çıxarsan ki, müsbət olsun ifadən. Yaxşı? İndi ondan sonra sadələşmə aparırsan da, müsbət x, mənfi x islah getdi. 5-dən 1 getdi, cavab oldu 4. Gör nə gözəl bir sualdır. Başqa birini yazaq. Məsələn, kök altında x çıxılsın 7-nin kvadratı üstə gəl deyir ki, x böyükdür deməli 5-dən. X 5-dən böyükdür. 5-dən böyük qiymətlər içərisində 5 olmasın da 5-dən böyük qiymətlər içərisində bəlkə kiçiyi verək. Daha maraqlı olsun. X kiçikdir 5-dən. 5-dən kiçik qiymətlər içərisində nə götürək məsələn? Çox qiymət götürmək olar. Məsələn, 4-ü götürdüm, ya 3-ü götür, ya 2-ni götür. Yəni, bütün şərt ödənməlidir. Mən x bərabər 4-ü götürüb yoxlayıram. Birinci həll eləyək. Bu 2-lər gedir, nə qalır? Modulda x çıxılsın 7, üstə gəl. Modulda x minus 1. 2-ləri böldüm, bayaq elədiyimiz kimi. İndi yoxlayıram. 4-dən çıxanda 7, burada mənfidir. 4-dən çıxanda 1 oldu. Müsbətdir, düzdür? Onda biz demişdik ki, əgər mənfidirsə, bu mənfidir, axı, bura yazıram ki, mənfi. Yadımızdan çıxmasın, bu da müsbətdir. Mənfi olanda yerini dəyişib çıxadıram. Birinci olacaq nə? 7 çıxılsın qız. İkinci nə işim yoxdur, müsbətdir, olduğu kimi. Onda yenə bunlar getdi, 7-dən 1 çıxdım, cavab oldu 6. Bunlar bu qaydada həll olunur. Sonra davam edirik. Vurğun kök işarəsi altından çıxarılması. Məsələn, deyir ki, kök altında 48, asandan başlayaq, 8. Biz bilirik ki, bu irrasionaldır da, biz bunu kökün altından çıxartmaq üçün elə iki hasil şəklində yazmalıyıq ki, heç olmasa onların birindən kök çıxsın. Məsələn, 4 vurulsun 2 yazdım. 4-dən nə çıxır? Bu 4-dən 2 çıxdı qırağa. İçəridə qalan nədir? 2-dir. Ona görə yazıram ki, 4-dən nə çıxdı? 2. Bu 2-dən heç nə çıxmadığına görə qaldı kökün altında. 2 kökdə 2. Məsələn, kök altında 12-yə baxıram. 12-ni yazıram, 4 vur 3 deyəsən 6 vur 2 yaza bilərəm. Problem yoxdur, o cürdə yazacağım. 4-dən 2 çıxır, amma 3-dən çıxmır. İndi 6 vur 2 kimi yazsam, bax fərqini görəcəksən. Biraz elə bir uzanacaqda işin. 6 vur 2 yazdım, nə 6-dan kök çıxmır, nə 2-dən. Məcburam 6-nı bir də parçalayayım. 6-nı 3 vur 2 yazıram, bir də növbəti 2 yanındakıdır. İndi baxıram, 2 dənə 2 4 edir. Yəni demişdik, eyni köklər bir-birinə vurulanda biri çıxmır qırağa. Bunların birini çıxartdım, 2-dən biri çıxdı qırağa və 3-ü qaldı içəridə. 2 kökdə 3. Görürsünüz, bu biraz 2 mərhələli getdi, amma birinci birbaşa çıxdı da. Sonra kök altında 50. 50-ni yazıram 25 vur 2. 25-dən nə çıxır? 5, amma 2-dən heç nə çıxmır. Bunu 5 vur 10 da yaza bilərsəni. Amma yenə də uzun o versiyada da yazıram, tam rahat olsun. 5 vur 10 50-dir. 5-dən işimiz yox. Onu 5 vur 2 yazsam. Burada 2 dənə 5-dən biri çıxdı.
digər 2 heç nəyin kvadratıdır, qaldı kökün altında. Yaxşı, bəs bunun tərsi olsa, yəni indi mənə versə ki, məsələn 3 kök də 2 vuruğu kök işarəsi altına salmaq. İndi mənə desə ki, bunu kökün altına sal. Neyniyəcəm? Geri qayıdış. Bax, buradakı 3'ü qarşıda da yananı yüksəldirsən, ikinci dərəcəyə kvadrata vurursan içəriyə. Yazıram. 3'ün kvadratı vururam içəridəki 2'yə. Oldu nə? Kökdə 18 imiş bu. Məsələn, 4 kökdə 3. Ne edirəm? Kökün altında birinci başda dayanan ədəd 4'ü yüksəldirsən kvadrata vurursan içəridəkinə. 16'nı 3'ə vurdum. 48. 7 kökdə 2. 7'ni yüksəltdim dərəcə kvadrata. Həmişə bu başda dayanan ədədi. Baxın, bunu kvadrata yüksəldirsən, vurursan içəridəki ədədə. 49 da vurarsan 2'yə. 98. Bu belə. Sonra məsələn, bir dənə misal deyək ki, qeyd yazalım. Məsələn, deyək kökün altında mənfi B. Deyir ki, bu ifadənin mənalı olması üçün B hansı qiymət almalıdır? İndi bax, diqqətlə bax. Mənalı olması üçün biz bilirik axı, bu cüt dərəcədən mənfi olmaz. Mən B-yə nə deməliyəm onda? B-yə deməliyəm ki, sən mənfi qiymət almalısan ki, hətta 0 da ala bilərsən. Mənfi ilə toqqaşsın, kökün altında məna olsun. Məsələn, B-yə mənfi desəm, nə deyək? Məsələn, olsun mənfi 1. Kökün altında mənfi 1'i o qarşısındakı mənfiyə də vuranda nə olacaq? Elə bil ki, mənfi vurulsun mənfi 1. Nə oldu? Müsbət 1 oldu. İndi mənası oldu? Bəli, oldu. Yəni 0 da olanda 0 da mənfiyə vuranda 0 olur. Yəni 0'ın özü də var da, burada 0'a vursan bu 0 olacaq, mənası olacaq. Yəni kökün altında bu ifadənin mənası olması üçün diqqətlə baxsan. Görsən mənfi var. Mənfi varsa deməli bir dənə də mənfi olsaydı B, bunlar bir-birinə vurulanlar müsbət olardı, kökün altında məna olardı. Bəli, ona görə də B-nin 0-dan kiçik bərabər qiymətinə 0 da var orada. İndi isə gəlirik məxrəcin irrasionallıqdan azad edilməsi. Ümumiyyətlə, məxrəci irrasionaldan azad eləmək üçün birinci nəyi bilməliyik? Kök altında A, üstə gəl kök altında B irrasional ədədin qoşmasını tanımalıyam. Qoşması o deməkdir ki, bunun, baxın, kökdə A, kökdə B versiyası. Yəni, biz bunları bir-birinə vuranda təmiz ədəd çıxmalıdır. Məsələn, deyirəm ki, kökdə 2, məsələn, 3 çıxılsın kökdə 2. Bunun qoşması nə olacaq? 3 üstə gəl kökdə 2. Niyə? Bir də bunları bir-birinə vur. Gör nə olacaq? Birincini birinciyə vur. 9. İkincini ikinciyə vur. Kökdə 2'ni kökdə 2'yə vuranda təmiz 2. Təmiz 7 alındı mı? Mən irrasionaldan azad oldum. Bəli, yəni təmiz ədəd. İrrasional nədir? Kökün altında ədəd qalır da. İndi mənim cavabım irrasional olmadı ki, azad oldum da, bəli. Ona görə deyir ki, sən bu ifadələrin qoşması plus olur. Plusu versə minusunu götürəcəm. Qoşma odur ki, sən bunun qoşmasını tapanda, yəni bir-birinə vuranda təmiz bir ədəd alırsan. Ona görə biz onun qoşmasını tapırıq. Məsələn, deyir ki, qoşmanı bildik. Bunu ayırmayaq, çünki davam edirik. Məsələn, deyir ki, 1 bölünsün kök altında 3, üstə gəl, 1 çıxılsın kökdə 3. Deyir, məxrəci irrasionaldan azad elə. Sən də bilirsən ki, qoşmasına vurmalısan. Sürətlə məxrəci qoşmasına vururam məxrəcin. Qoşması nədir? 1 plus kökdə 3. Bax, məxrəci də vuracam. Bax, bu özüdür, bu heç. Bu özüdür. Qoşmaya vuranda nə olur, bax? İndi deyəcəksən ki, bilirəm, ürəyindən keçir demək ki, bunlar getdi, öz gedəcək ki, onsuz da gedəndə yenə özü qalırdı. Misalın özü deyil bu. Niyə apararam ki onları mən? Mən onu ona görə vururam ki, irrasionaldan azad edeyim. Bir də ki, kəsirin bir əsas xassəsi var da. Bax, onu qoyuram bir kənara gedirəm. Bax, məsələn, deyirəm ki, 4'də 3. Sən kəsiri ürəyin istəyən də vura bilərsən də sürəti məxrəcin. Bəli, məsələn, mən vurmaq istəyirəm 5'ə. 3'ü də vururam 5'ə, 4 də vururam 5'ə. Deyirəm ki, 20'də 15. Problem yoxdur ki, yenə 4'də 3'də bu. Yenə sən bunu aparanda əvvəlki qalır da. Yəni, bu xassəyə əsasən yazırıq da, istədiyimiz bir ədədə vura bilərik. Burada da, indi mən də qoşmasına ona görə vururam ki, azad olsun irrasionallıqdan. İndi gəl həll eləyək. Məxrəcdə deməli, müxtəsər vurmanın açılışını bağlayaq. Birinci, 1'i 1'ə vuranda 1 çıxılsın. Kökdə 3'ü kökdə 3'ə vuranda
Təmiz 3. Yuxarıdakı da 1-i yazmıram. 1-i nəyə vursam 1 eləyir də. Cavab oldu 1 plus kökdə 3 bölünsün mənfi 2. Mənfini qarşıya yazırlar. Bəzən olur ki, bunu mənfiyə vurub da yazırlar ha. Sən bunu belə sərəgəl olsun, belə yazaq. Mənfiyə vurub da yaza bilər belə. Ola bilər də. O mənfini vurar, o formada cavabı verər sənə. Başqa birini yazaq. Məsələn, 2 bölünsün 3 çıxılsın kökdə 5. Yuxarını da aşağını da nəyə vuracam? Qoşmasına. Qoşmasına vurdum. Yenə də eyni işi görürəm. Deməli, məxrəcə nə qalacaq? Birincini birinciyə vuranda, 3-ü vuranda 9. Kökdə 5-i vurdum, kökdə 5 təmiz 5. Burada da 2 vurulsun, 3 plus kökdə 5. 9-dan 5 çıxan 4 qaldı. İndi bax, bunlar ixtisar gedirmi 4-dən 2? Bəli, gedir. 4-ü 2-yə böldüm 2, 2-ni 2-yə 1, heç nə qalmadı. Yuxarıda oldu 3 plus kökdə 5. Yəni, sürətdə 3 plus kökdə 5, məxrəcdə 2. Cavabım oldu 3 üstə gəl kökdə 5 böl 2. Yaxşı, bəs birdən belə olsa. Deyir ki, 2 bölünsün kökdə 3, məxrəci irrasionaldan azad elə. Azad eləmək üçün sürət və məxrəci nəyə vuraram? Kökdə 3-ə. Niyə? Çünki məntiqən düşün, mən bunu kökdə 3-ə vuranda bunlar birləşsə təmiz 3 olmayacaq. Yəni, bir sözlə, məxrəcdən nə görsən ona vur. Biri var belə verə, bu qoşmalıdır, başqa şeydir. Bir də var tək belə verə. Nə versə özünə vurasan. Sürəti məxrəci kökdə 3-ə vuracam. Vuranda da məxrəcdə 3-ə vuruldu. Təmiz 3, sürətdə də belə qaldı. 2 kökdə 3 bölünsün 3. Məsələn, başqasını yazıram. 6 bölünsün kökdə 2. Sürət və məxrəci kökdə 2-yə vuracaqsan. Məxrəcdə nə görsən ona vuracaqsan. Məxrəcdə kökdə 2-lər bir-birinə vuran təmiz 2. İndi bu 6 ilə bu 2 getdi ixtisara. Burada təmiz 3 aşağıda 1. Cavab oldu 3 kökdə 2. Da məxrəcdəki 1-i yazmadım. Bu da belə getdi. Sonra hansı bunları izah elədik? Tam üstü qüvvət. Bir dənə qalır sonuncu mövzu tam üstü və ədədin standart şəkli. Ədədin standart şəkildə ayrıca bir video linkim var. Onu da səhifə baxa bilərsiniz videolarda. Ədədin standart şəkli mövzusu adillə izah olunub. Daha onu burada izah eləməyəcəm. Sonuncu mövzu burada tam üstlü qüvvət. Tam üstü qüvvət. Deyir ki, A-nın üstündə məsələn, mənfi 1 yazıb. Bu 1 bölünsün A şəklində yazılır. A-nın üstündə mənfi 2. 1 bölünsün A-nın kvadratı. Burada qeyd edək ki, A bizim nəyimizdir? Burada əsasımızdır, əsasdır. Sənə şərt verir ki, bu əsas var. Bu əsas natural olmalıdır. Orada kəsr olmaz. Natural, bax, A daxildir naturala. Yəni, sənin burada A-ya verdiyin qiymətlər natural ədədlər olmalıdır. Məsələn, deyirəm ki, 2-nin üstündə mənfi 1. Əsas nədir bu A? Əsasımız bunlar ancaq natural ədədlər yazılmalıdır burada. 2-nin üstündə mənfi 1 nə deməkdir? Yuxarıda qeyd edildiyim kimi 1 bölünsündən yazırsan, oldu 2-də 1. 2-nin üstündə mənfi 2. 1 bölünsün 2-nin müsbət versiyası, yəni 4-də 1. Bir sözlə, sənə birdən mən desəm ki, get 2-nin üstü 2-ni tap deyəsən 4. Amma mənfi deyəndə 1 bölünsündən yazasan, yaxşı məxrəcə düşəcəkdir o. Sonra 2-nin üstündə mənfi 3 nə deməkdir? Elə bir normalda 8 idisə, 1 bölünsün nə olacaq? 8-də 1. Yəni 2 üssü 1 bölünsün 2-nin üssü 3. 2 üssü mənfi 4. Yəni 1 bölünsün 2 üssü 4, yəni 16-da 1. Bax, bu belə gedir. Ədədin üstündə 0, hərfin üstündə 0, 1 deməkdir. Sonra, eyni əsaslı qüvvətlər bir-birinə vurulanda, məsələn, A-nın üstü 4-ü vuranda A-nın üstü 5-ə, qüvvətlər toplanır. 4-ün üstünə 5 gəlirəm. Əsaslar eyni olanda bölünəndə qüvvətlər çıxılır. Sonra, məsələn, qüvvətə yüksəldəndə onda 5-i vuracam 2-yə, 10. Bunlar vurulur bir-birinə. A-nın üstündə 2, burada 7, olacaq A-nın üstü 14. Məsələn, 5-in üstündə 2, burada 8, 5-in üstündə 16. Bu şəkildə yazılır. Məsələn, sənə verir ki, mənfi 2-nin üzərində mənfi 3, bir dənə də üzərində 4. Neynəyəcəm? Mənfi 2 qalır yerində, düzdür? Mənfi 3 var, bu qüvvətlər vurulur bir-birinə. Mənfi 3-ü 4-ə vuranda nə olur? Mənfi 12. Aha, yazmalısan axı. Biz bilirik ki,
Biz bunu yazanda, üstü mənfi olanda 1 bölünsün mənfi 2'nin üzərində müsbət versiyasını yazdım. Eyni yuxarıdakı kimi bax. Üstündə mənfi olanda necə yazıram? Bunun üstündə mənfi olanda 1 bölünsünlə bunun müsbət versiyasını yazdım. Bəli. İndi deyirəm ki 1 bölünsün 2'nin üstündə təmiz 12. Niyə? Niyə? Çünki bax diqqətli ol burada. Cüt dərəcədir bu. Bəli. Cüt mənfini utdu, utdu. Oldu mu müsbət? Bəli. Yəni həmin qayda gəlib çıxdı. Bizim A-mız burada natural oldu. Birdən deyərsən ki, bəs orada müəllim demişdiniz ki, bəs əsas bu A natural olmalıdır. Bəs necə oldu burada? A mənfi oldu. Bu mənfi 2 oldu. İndi sən səbirlə axırın gözlə. Bunu sən yazandan sonra yazdın, gəldin bura. Misalın sonunda cütün gördün mü? Cüt mənfini uddu mu? Bəli. Burada mənfi qalmaq ki, deməli misalın tam sona çatdı. Məsələn, başqasını yazaq. Mənfi 2'nin üstündə mənfi 4. Mən bunu belə yazmıram. 1 bölünsün mənfi 2'nin üzərində müsbət 4. Bayaq yazdığımız kimi bəli. İndi 4 mənfini uddu mu? Bax bu cüt 4 bu mənfini uddu. Oldu müsbət. Nə yazıram? 1 bölünsün 2'nin üstündə 4. Yəni 2 üstü 4 tanıyırsan ki 2'nin 4 də bir-birinə vuranda 16'da 1 edir. Sonuncu mövzu qalır ədədin standart şəkli. O da videolarda baxa bilərsiniz. Çox qəşəng geniş formada izah eləmişəm. Sağ olun.